Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü ve senâ'u lillahi rabbil âlemin. Vel âkıbetu littekvâ vel yakîn. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin, habibina ve habibi ilahil alemin, Ebil Kasım Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve ala ehli beytihi tayyibin tahirin ma'sumin. Ve la'natullahi ala a'daihim ecma'in minel âne ila kıyavmi yevmiddin. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdatan min lisani yefqahu kavli. Sadakallahul aliyyul azim. Allah'a sonsuz hamd senalar olsun. Bir daha ömrümüzdə mübarək Ramazan ayını yaşamağı, bu ayın qədir gecələrini dərk etməyi, bu gecələrdə Allah evində istiğfar, tövbə edib, Allahdan bağışlanmaq diləyib, bu gecələri ibadət, itaətdə keçirtməyi bizlərə nəsib elədi. Bu əzəmətli ay və bu əzəmətli gecələr artıq sona yetişir və insan çox müğayət olmalıdır ki, o əlindən dəyərli bir nimət gedir. Bu nimət ilahi bir lütfüdür, ilahi bir bəxşişdir. Allahın bəndələrini, xüsusilə əziz Peyğəmbərinin ümmətini sevdiyindən təyin elədiyi bir günlərdir ki, Allah hər bəhanə ilə istəyir bizi ilə barışsın. Hər bəhanə ilə istəyir bizi əfv eləsin. Hər bəhanə ilə bizim nicatımız üçün, bizim cənnətə getməyimiz üçün Allah çalışır. Əslində biz çalışmalıydıq. Amma Allahın lütfü və mərhəmətidir ki, Allah bizim yerimizə çalışır. Bizim əvəzimizdən bu işləri bu qədər asanlaşdırıb ki, bəli, insan bir dəfə bu gecələrdə desə, İlahi əl-əf, deyir, mən bunu da qəbul edirəm. Çünki bizim Allahımız gec qəzəblənən, gec küsən, amma tez barışan Allahdır. Bəndələr bunun əksidir. Bəndələr görərsən tez inciyər, amma ürəyini almaq çox çətin olar. Amma Allah belə deyil. Allah elə qəzəb eləməz bəndəsinə. Elə Allah bəndəsini nəzərindən silməz. Çünki Quran-ı Kərimdə biz görürük, Allah-u Teala günahkarların barəsində danışanda deyir ki, mənim özünə zülm edib günahla, özünə zülm etmiş günahkar bəndələrim, orada da bəndələrim deyə Allah bizə lütf eləyir. Demək ki, Allah deyir ki, hələ günah etmişsiniz də mən səni öz nəzərimdən silməmişəm və istəyirəm ki, son ana qədər sənin üstündə çalışacağım. Son an, axır nəfəsrə qədər sənin əgər özvün istəyin olsa, mən səndən razılaşıram. Hər halda səndən razılaşıram. İstənilən vəziyyətdə səndən razılaşıram. Yetər ki, qayıb və yetər ki, gəl. Və dedik ki, Qədr gecəsi çox əzəmətli bir gecədir. Necə ki, Allah bütün səmavi kitablarını Ramazan ayında nazil edib, Tevratı, İncili, Zaburu və eyni zamanda Quran-ı Kərimi Qədr gecəsində nazil edib. İnna ənzəlnahu fi leylətin mübarəkə. Biz mübarək bir gecədə Qur'anı nazil eləmişik. Fīhə yufraqu kulli əmrin həkim. Həmin gecədə bütün işlər
hikmət üzü ilə təyin olunur. Hər iş ki, Allah bir il bizim barəmizdə təyin edəcək, hamısı hikmət üzü iləndir, səbəbsiz deyil. Niyə Allah, mən bu il elə xəstəliklə çarpışdım? Deyir, səbəbsiz deyil, hikmət üzü iləndir. Allah, niyə bu il mənim ruzi çətinliklərim oldu? Deyir, hikmət üzü iləndir. Allah, niyə bu il mən heç müqəddəs ziyarətlərə gedə bilmədim? Deyir, hikmət üzü iləndir. Hər nə baş veribsə bir il müddətində deyir, hikmət üzü iləndir. İndi hikmət nədir? Bəzisində ilahi bir qəzəb var, bəzisində ilahi bir mərhəmət var, bəzisində bir ilahi təqdir var. Amma biz bu hikmətləri bəzən dərk edib başa düşə bilmirik, amma hər halda. Ki dedik, amma bu gecə gizli bir gecədir, Qədir gecəsini Allah gizli saxladı ki, bəndələr daha çox ibadət, itaətli olsunlar. Və bir hədisdə keçir ki, Əziz Peyğəmbər buyurur, son 10 günlükdədir bu gecə. Bir hədis oxuduq Həzrət İmam Sadiq əleyhissalamdan. Həzrət İmam Sadiq əleyhissalam buyurur ki, 3 gecəyə ehtimal daha böyükdür. 19-cu, 21-ci və 23-cü gecələr Ramazan ayına. Və Həzrət buyurdu ki, bu 3 gecənin üçü də mühüm gecələrdir. 19-cu gecədə sizin bir illik müqəddəratınız təyin olunur, 21-də təqdir olunur və 23-də artıq imzalanır. Yəni, sonuncu bu gecə ki, bu gecə sizlərlə bir yerdə əyləşmişik, yəni bu gecədə artıq imzalanır. Bu gecəyə qədər dəyişmək imkanını öz əlimizdə qoyublar, öz ixtiyarımızda qoyublar. Bu gecə nə qədər Allahla səmimiyyətimiz olsa, ona görə də hər şey dəyişə bilər. Bir insanla ciddi bir, görürsən, söz-söhbətin var, problemin var, amma sonuncu dəfə bir masa arxasına gəlmirsən o adamla danışmaq üçün. Sonuncu dəfə onun sənlə nə qədər səmimi olduğunu hiss edib, nə qədər etiraf etdiyini hiss edib, onun barəsində fərqli qərar verə bilərsən. Allah da deyir ki, bu gecəni mən o cür qoymuşam. Nə qədər mənlə səmimi olursunuz, nə qədər etiraf etsöz, bu gecə sizin təyinatınız, təqdiriniz dəyişə bilər. Keçən məclislərdə də dedik ki, insan günahını danışmağı dinimiz qadağan edir. Deyir ki, günahlarınızı heç yerdə danışmayın, günahlarınızı etiraf etməyin. Bu mənada da öyle, mən çıxım deyim ki, mən günahsızam, günahkaram, etiraf edirəm, mən günahkaram. Amma günahlarınızı ad-ad danışmayın. Hansı günahların sahibisən, bundan danışmayın. Çünki günah adələşər, sadələşər cəmiyyətdə. Yeganə yerdə icazə veriblər, deyirlər, Allaha danışın. Allaha etiraf edin. Allah yadımdadır, günahlarımın bir çoxu yadımdadır, amma bir çox heç mənim də yadımdadır, amma sən nəzərindədir. Gəlmişəm bu gecə öz günahkarlığımı sənə etiraf edeyim və səndən istəyim. Və bu gecənin sonuncu gecə çox mühüm bir gecədir. Bu gecəyə Leylətül Cühəni də deyiblər ki, məhşur bir hadisədir, danışmışdıq bunun barəsində əvvəlki Qədir gecələrində. Cühəni tayfasından bir yaşlı kişi var idi. Gəlmişdi əziz Peyğəmbərimizin yanına Ramazan ayında. Dedi ki, ya Rəsulallah, mən biraz yaşım çoxdur və həm də Mədinədən kənarda mənim böyük bir təsərrüfatım var. Böyük maldarlıq sahəm var və işçilərim var. Mən eləyə bilmirəm Ramazanın 10 günlüyünü, onları qoyum, çıxım gəlim məsciddə əyləşim. Belə bir şansım yoxdur mənim. Eləyə bilərəm bir gecə gəlim və bilirik ki, Qədir gecəsi də bir gecədir ki, Allah Quranı sizə o gecədə nazil edib və bilirik ki, siz o gecə hansı gecədir bilirsiniz. Çünki Quran sizə nazil olub, bilirsiniz hansı gecədir. Ya Rasulallah, olar ki, mənə deyəsiniz, mən o gecədə gəlim, o biri gecələrdə imkanım yoxdur. Deyirlər, əziz Peyğəmbərimiz həmin o yaşlı kişinin qulağına çağırıb bir sözlər pıçıldadı. Əshab deyir ki, biz sonralar baxırdıq, o kişi yalnız Ramazan ayının 23-cü gecəsi gəlirdi məscidə.
Bundan ehtimalımız möhkəmləndi ki, ən çox ehtimal olunan gecə bu gecədir. Həm sonuncu gecə Qədr gecəsindən olaraq cəm olmuşuq və həm də ehtimallar daha çoxdur, daha mühüm bir gecədir. Ona görə bu gecədən müğayət olaq, bu gecədən diqqətli olaq ki, dedik, Qədr gecəsi qiyamət gecəsi ilə bərabər tutulub. Çünki qiyamətdə də insanlar nigarandır, Qədr gecəsində də nigarandır. Görürsən, Allah necə verir bugün təyinatını. Amma deyiblər, qiyamətdən bir dənə fərqi var Qədr gecəsinin. Qiyamətdə daha təyinatımızda cənnət və ya cəhənnəm əhli olaraq elan olunduğumuzda heç bir dəyişiklik etmə imkanımız olmayacaq. Amma Qədr gecəsində imkanlar bizim əlimizdədir. Fürsətləri bizim özümüzə verib Allah. Dəyişə bilərik. Ariflərdən biri deyirdi buna. Deyir ki, Hicaz əhli İslamdan öncə Kəbə evini bütxanaya çevirmişdilər. Bütləri doldurmuşlar Kəbə evinə. Cürbəcür, Lat, Üzzə, cürbəcür bütləri var idi. Və o bütləri sitayiş edirdilər və Allahın evini eləmişlər bir dənə bütxana. Onlar gəldi, tövbə elədilər. Allaha etiraf elədilər səmimi. Allahdan bağışlanma dilədilər. Allah həmin bütpərəst müşrik insanların hamısının tövbəsini qəbul elədi. Elə bilirsən, elə belə tövbələrini qəbul elədi? Yox. Həmin Arif danışır. Deyir ki, o müşrik bütpərəstlər ki, Allah evin bütxanaya çevirmişdilər, onların hərəsi çöndə oldu bir dənə Səlman, bir dənə Əbazər, bir dənə Miqdad, bir dənə Əmmar. Nə qədər halları dəyişdi bir tövbə ilə. Bugün də biz Allah'a etiraf edirik. Allah, mən də öz qəlb evimi bir bütxanaya çevirmişdim o günə qədər. Qəlbim bir dənə bütxana idi. Cürbəcür bütlərlə qəlbimi doldurmuşdum. Mənim də öz bütlərim var. Taxtadan yonulmayıb, daşdan yonulmayıb. Amma bir mücəssəm bütlərim var qəlbimdə. Özüm tanıyıram, özüm bilirəm o bütlərimi. Biri maldır, biri sərvətdir, biri şöhrətdir, biri vəzifədir, biri evladdır. Hərənin öz qəlbində öz bütləri var. Allah, mən də qəlbimi bütxanaya çevirmişdim. Bu gecə mən də tövbə edirəm. Sən o bütpərəstləri bağışlayan Allahsan, o bütpərəstləri gətirib miqdad eləyən Allahsan, Əbazər eləyən Allahsan, Səlman eləyən Allahsan. Bu gecədə mənim tövbələrimi qəbul elə və elə belə qəbul eləmə, mən olduğum kimi qalmaq istəmirəm. Bu qədəri ilə mən razılaşmıram. Allah, mən özüm üçün hədəf təyin eləmişəm, hədəfim kiçik deyil. Elə mən günahlarım bağışlansın, cənnətə gedim, bu qədərsi ilə də mən razı deyiləm. Razılaşmayaq. Dedik ki, Allahın kərəmi lütfü çox böyükdür. Niyə az şeylə razılaşaq? Çünki Allah, mən istəyirəm elə bir dənə miqdad olum. Necə o Peyğəmbər yanında can fədai oldu, mən də zamanı imamının yanında olan can fədailərdən biri olmaq istəyirəm. Bu potensiyalı məndə qoymusan. Bu istəyimi verəcəksən. Demişdir ki, Allah yalnız insanlara istədiyi qədər və ümidvar olduğu qədər verəcək. İkisi bir yerdə mühümdür. Həm istəmək və istəməklə bərabər ümidvar olmaq. Mən arxayın olum ki, doğrudan Allah məni bir miqdad eləyə bilər. Qorxmayaq bu cür şeyləri Allahdan istəməkdən. Bir nə deyəndə deyir ki, çox böyük danışmır. Çox böyük iddia eləmə. Niyə? Miqdadın, Əbazərin bizdən fərqi nə idi? Onlar da günahkar keçmişə sahib idi, biz də günahkar keçmişə sahibik. Onlar bir səmimiyyətlə dəyişdi və sədaqətlə qaldı. Biz də həmin səmimiyyəti göstərib, axıra qədər o sədaqətlə yaşaya bilərik. Bu əzəmətli gecələrdə.
bu mübarək ay o qədər əzəmətlidir ki, Həzrət Peyğəmbər Əkrəmdən də hədis buyurur, Ləv ya'ləmul əbdu ma fi Ramadan, ləvəddə ən yəkuna Ramadan əs-sanə. Birdən bəndə dərk eləyib, başa düşsəydi ki, Ramazan ayı nə qədər əzəmətlidir, Allahdan istəyərdi ki, bütün ili Ramazan ayı olsun. Biz bilmirik hansı ilahi rəhmətin ağuşunda oturmuşuq. Həqiqətən bilmirik ya. Sanki bir uşağa çox dəyərli bir şey vermirsən, elə oynayıb atır kənara. Biz də Ramazanı dərk eləmədik ki, elə gəldik bir ay əvvəlindən axşama qədər elə ac qaldıq, susuz qaldıq. Amma bilsəydik ki, Allah necə fürsətlər yaradıb və bu fürsətlərin vasitəsilə biz nə qədər irəli gedə bilərdik, yerimizdə qaldıq, o zaman həqiqətən istəyərdik ki, Allah bu ayı bütün il boyu uzatsın. Həzrət Peyğəmbər Əkrəm buyurur, İza istəhəllə Ramadan, Gulliqət əvvabun nar və futtəhət əvvabul cinan və suffidət şeyatin. Elə ki, Ramazan ayı daxil oldu, Allah mütəal cənnətin qapılarını açar, cəhənnəmin qapılarını bağlayar və şeytanları zəncirləyər. Bu gecə Allahdan istəyimizin biri də bu olsun. Allah, cənnətin qapılarını üzümə bağlama, cəhənnəmin qapılarını üzümə açma və şeytanı mənə müsəllət etmə. Mənim istəyim səndən budur. Və istəyənlərə də Allah əta edir. Allah mütəal bu ayda bəndələrinə çox böyük hədiyyələr verir. Əziz Peyğəmbərimizdən də hədis buyurur, U'tiyyət ümməti fi şəhri Ramazan xəmsən ləm yu'tihənəhu ümmətun nəbiyyə qəbli. Allah mütəal mənim ümmətimə Ramazan ayında 5 hədiyyə verib ki, onu məndən öncəki Peyğəmbərlərin ümmətlərinə verməyib. Bilirsə, bütün Peyğəmbərlərin zamanında oruç tutmaq olub, amma orucun müqabilində onlara bu hədiyyələr verilməyib. Başqa nələrsə verilib, amma bunlar verilməyib. Quran çünki deyir ki, Kutubə aleykumus-siyam, kəmə kutubə aləl-ləzīnə min qablikum. Sizə oruc vacib oldu, necə ki, sizdən öncəki ümmətlərə də vacib olunmuşdur. Bütün Peyğəmbərlərin ümməti oruç tutub. Əziz Peyğəmbərimiz deyir ki, amma onlara bu 5 şey ki, Allah mənə xatır bu ümmətə verib, onlara verməyib. Hansılardır, ya Rasulallah? Əmmə vahidətun fəizə kana əvvəlu leylətin min şəhri Ramadan nəzərəllahu əzzə və cəl iləyhim və mən nəzərəllahu iləyhi ləm yuəzzibuhu əbədə. Birincisi budur. Elə ki, Ramazan ayının birinci günü oldu, Allah mənim ümmətimdən olan oruç tutanlara nəzər edər. Allah nəzər etdiyi bəndə heç vaxt əzab görməz. Allahın nəzər etməsi nədir? Baxmaqla nəzər etmək fərqlidir. Baxmaq budur, mən baxıram, hamını görürəm burada. Baxmaq budur. Məsələn, Quranda ayə var, Ələm yələm bi ənəllaha yara. Bilmirsiniz ki, Allah sizi görür. Bu yara görməkdir, Allah hamımızı görür. Hamımızı Allah görür. Bu görməkdir. Amma nəzər diqqətdir, diqqətlə birinə baxmaqdır. Məsələn, Quran-ı Kərim buyurur, Əfələ yanduruna iləl ibil. Siz dəvənin xilqətini görmürsünüz. Görmürsünüz, yəni baxma mənasında deyil ki, dəvəni hamısı görür. Uşaq da gedir, zooparkda dəvəni görür. Amma dəvənin xilqətini nəzər salıb onu düşünmək, dərkiləmək bu fərqlidir. Nəzər, yəni diqqətlə birinə baxmaq, diqqəti onda olmaq. Allah buyurur bəndələrinə, fəliyandurul insanı ilə təamihi. İnsan öz yeməyinə baxmalıdır. Baxmalıdır, yəni hamımız yemək yeyəndə ona baxırıq da. Adam var ki, yemək yeyəndə belə diqqətlə o tikələrin yaxşılarını elə dəqiq görür, onları seçir. Bu baxmaqdır. Amma Allah
yeməklərinizə baxın, yəni nəzər eləyin, yəni diqqət eləyin, halal haramına baxın. Bu mənada deyir. Ona görə də ilahi nəzər çox mühümmidir. Həzrət Musa əleyhissalam Allaha dedi, Allah, qiyamətdə mən səni görə biləcəyəm. Allahdan nida gəldi, lən tərani ya Musa, sən məni əbədən görməyəcəksən, məni görmək mümkün deyil. Amma Allah mütəal buyurur, vücuhun yevmə izin nazara, ilə rabbihə nazara. O gün ki, neçə-neçə üzlər şadlanacaq, onlar öz Rəbbinə nəzər eləyəcək. Allahı görməyəcək, amma diqqətimiz aləmlərin pərverdigarında olacaq. Bu mənada ilahi nəzər çox mühümmidir. Həzrət Şüeyb Peyğəmbər bir gün Allahdan soruşdu, hamımızı düşündürən suallardan biridir. Dedi ki, Allah, filan zavanı hər günahı eləyir, amma varı dövləti tökürsən başından. Hər şey verirsən ona, niyə? Buyurdu ki, ya Şüeyb, mən ondan elə bir şey almışam ki, hər nə qədər onun başını töksəm, faydası yoxdur. Dedi, Allah, nəyi almışsan ondan? Dedi, öz nəzərimi ondan çəkmişəm. Dedi, Allah, nə olur nəzərimi çəkəndə? Dedi, mən ki, ondan nəzərimi çəkmişəm, o ibadətdən ləzzət ala bilmir. O günah eləyəndə xəcalət çəkmir. Tanış sözlərdir. Bəzi insanlar var bu cürdür. Hər şey var. Amma ibadət çatmır ona, dərk eləyə bilmir, başa düşə bilmir. Günah eləyir, aşkarda da günah eləyir, hətta fərəhlənir öz günahları ilə. Mənası budur ki, ilahi nəzər ondan çəkilir. Demək, çox mühüm bir məsələdir ilahi nəzərin üstümüzdə olmağı. Allah deyir ki, mən Ramazan ayında ümmətindən, Peyğəmbərimin ümmətindən olan bəndələrimə nəzər eləyəcəyəm. İkincisi, əl-mələikətə yəstəğfirunə ləhum fi leyləti və nəharihim. İkinci hədiyyə Peyğəmbər ümmətinə Ramazan ayında. Mələklər gecə və gündüz istiğfar eləyər Peyğəmbər ümmətinin oruç tutanları üçün. Mənim istiğfarım mümkündür, qəbul deyil. Amma mələk məni üçün istiğfar edir. Düşün, təsəvvür elə, Cəbrail, Mikail, İsrafil, ciddi bunların görevləri olan mələklərdir. Bu, Peyğəmbər sözündə yalan deyir ki, oturublar, mən üçün dua edirlər. Bunu düşün. İndi insan başa düşür ki, Allah mənə nə qədər dəyər verir, Allah mənlə nə qədər məşğuldur. Mən özümlə o qədər məşğul deyiləm ki, Allah mənlə məşğuldur. Tək hamımızla Allah məşğuldur. Sanki Allahın yer üzərində məndən başqa bəndəsi yoxdur. Bu qədər Allah bizim dinlənəcək, fokuslanıb bir dənə mənə. Sən də öz yerində bunu düşün. Hamısın tək-tək bu keçərlidir. Bəzən bunları niyə danışırlar biz üçün? İnsan başa düşsün ki, onu sevərək, onu daim diqqətində saxlayan bir pərverdigar var. O zaman insan günahla rastlaşanda utanmaz. Məni bu qədər rəhməti ilə ağuşuna almış bir aləmlərin Rəbbi var. Mən nə oyun çıxardıram bəs? Mən hara gedirəm bəs? Mən hara qaçıram? O Allahdan mən hara qaçıram? Kimə tərəf qaçıram? Onlara tərəf qaçıram ki, arxamı boş qoyacaq. Onlara tərəf qaçıram ki, mənə xəyanət eləyəcək. Onlara tərəf qaçıram ki, məni naümid qoyacaq. Hətta sədaqətli olsalar belə qəbrin kənarına qədər mənləndilər. Qəbrin kənarından sonra heç biri məndən yoxdur. Amma aləmlərin Rəbbi var. Üçüncü hədiyyəsi nədir? Yə'murul cənnətə təzəyyəni li'ibadi. Allah cənnətə əmr edir ki, bəndəsi üçün onu bəzətsinlər. Cənnəti bəzədün mənim bu bəndəm üçün. Bir aydır, mənə xatir bütün halallardan çəkin. Allah, mən nə böyük iş görmüşəm ki? Mən neynəmişəm ki? Güya neynirdim ki mən? Bir dənə naharımı fasiləyə salmışdım. Bir dənə gün orta yeməyimi təxirə salmışdım. Səhərim yerində, axşamın yerində. Elə axşam gəlirdi, heyfin çıxırdım gün ortağında.
Amma mən nə böyük iş gördüm. Deyir, yox, sən bilmirsən, mən nə qədər sevinirəm, şadlanıram ki, sən mən üçün iş görürsən. Sən nəsə eləməyə çalışırsan, bu mühümdür mənim üçün. Bir dənə evdə balaca uşaq təsəvvür elə. Yəqin ki, hamı evində görüb bunu, ya balasından, ya nəvəsindən bunu görmüsünüz. Nə bilim, bir ad günü filan gəlir valideynin, uşaq gedib evdə bir vərəqdən bir açıqca düzəldib onun üçün. Bir bazardığı bir gül çəkib ora, ana ad günü mübarək, öz bildiyi hərflərlə yazıb, götürüb gəlib, ana pərvaz edir sevincindən. Neyniyib ki? Yoldaşı gedib onun üçün bir bahalı bir hədiyyə də alıb, heç onun üçün o qədər əhəmiyyətli deyil. Deyir, bax, gör, mənim balam nə düzəldir məni üçün. Ləzzət aparır bundan. Allah da bu cür ləzzət aparır. Mələklərinə deyir, baxın mənim bu bəndəmə. Allah fəxr edir, sevinir. Allah, mən neylədim? Deyir, yox, mən üçün çox mühüm məsələ deyə bu. Mən cənnəti sən üçün vəzədəcəyəm. Amma cənnətlə kifayətlən elə olmaz. Biz bu boyda döyülük. Bu əzəmət çox kiçikdir bizim üçün bu günlərdə. Bir hədis keçir. Əbu Abdillah Hüseyin əleyhissalamın ziyarətinin barəsində buyurur ki, hər kim Əbu Abdillah Hüseyin əleyhissalamın ziyarətinə piyada getsə, Allah o ziyarətə gedənin hər qədəminə hesablaya bilirsə hesablayın bu hədisi, düşünə bilirsə düşünün bu hədisi. Allah hər qədəminə Nəcəfdən çıxıb Kərbəlaya gedən zəvvarlar, neçə qədəm vurursan, hər qədəmdə Allah deyir, bir həcc, bir ümrə savabı yazaram. Özdə mənim həccim ümrəmdən yox, qəbul olunmuş həcc ümrədən. Hər qədəmdə bir həcc, bir ümrə yazaram. 10.000 günahını silərəm. 10.000 savab yazaram. 10.000 dərəcəsini artıraram. 10.000 qulu azad etməyin savabını yazaram onun barəsində. Əbu Abdillah Hüseyin əleyhissalamın ziyarətinə piyada getmək, Ərbəyin ziyarəti. Allah bu gecə zəvvarların adı yazılır. Səndən təmənnamız budur. Bu gecənin hədiyyəsi səndən istəyirik. Bu arzusunda olanların da hər birinə bu illəri, o ziyarəti nəsib elə. Niyə Allah İmam Hüseyin əleyhissalamın ziyarətinə bu qədər önəm verir? Allah istəyir ki, ilahi vəsilərin həyatımızdakı zəruriyyətimizə başa salsın. Yəni, bularsız etsin. Niyə Qədir gecəsini getirib Həzrət Əmir-əl-Müminin əleyhissalamla bağlayıb, zərbətlənməsi bir gecə, şəhadəti bir gecə? Niyə? İstəyir ki, elə bunlarla məşğul olaq biz. Bunlar aparır bizi harasa. Amma Həzrət Əbəl-Fəzl Abbas əleyhissalam Aşuranın gecəsində İmam Hüseyin əleyhissalam məşhur hədislərimizi eşitmişsiniz. Hər kəsə cənnətdəki məqamını göstərəndə İmam Hüseyin əleyhissalam Həzrət Əbəl-Fəzli çağırdı. Əbəl-Fəzl ağa baxmadı cənnətdəki məqamına. Əksinə baxdı İmam Hüseyin əleyhissalamın üzünə. Dedilər, niyə cənnətə baxmadın? Cənnətdəki məqamına baxmadın. Dedi, mən cənnətə baxmadım, cənnətin yaranma səbəbinə baxdım. Yəni, cənnət İmam Hüseyin əleyhissalamın üzünün nurundan yaranıb, hədislərdən var. Mən cənnətin yaranma səbəbinə baxdım. İndi Allah deyir ki, mən cənnəti sən üçün bəziyərəm. Sən deyilən ki, Allah, yox, mən aza razılaşmıram. O Allahsan, sən azla razılaşırsan, az əməllə razılaşırsan, mən az hədiyyənlə razılaşmıram. Nə istəyirsən? Dinən, mən də zamanə imamımın üzünü görmək istəyirəm. Mən də zamanə imamına vəsv olmaq istəyirəm, rabitə tapmaq istəyirəm. Mümkündür mən görməyim, ola bilər mən görməyim, onun nəzəri məndə olsun. Onun dualarında mən yer tapım. Bu mənə kifayət eləyər ki, bir dəfə bilim ki, zamanə imamı gecə namazında mən üçün dua edeyim. Böyük iddialardır, gənə deyirəm, əzizlərim. İnanın Allaha, qiyamətin günündə biz gedib
uca məqamdakı insanları görəndə soruşursunuz ki, Allah, bu bizlə bir cəmiyyətdə yaşayır da, bu hara, bu məqam hara, nida gələcək ki, bu bizdən çox istəyirdi. İstəmək bu qədər mühümdür. Və fürsət gecəsində əsl istənməli gecəyə gəlib çıxmışıq. Bu gecə deyirik ki, Allah, mən də istəyirəm. Çağırmısan, istəyirəm. Dördüncüsü, hədiyyələrdən فَإِذَا كَانَ آخِرَ لَيْلَةٍ غَفَرَ لَهُمْ جَمِيعًا Ramazan ayında İslam ümmətini Allah Ramazan ayı bitdiyi gecə hamısını bağışlayacaq. Hamısını. Hədislərimizdə var. Qədir gecəsi, bağışlanma gecəsi. Amma Ramazan ayının Eid-i Fitrin gecəsi buyurur ki, Qədir gecəsində bağışlananlardan 1000 qat, 100.000 qat çox insan bağışlanacaq. Çünki hədiyyə gecəsidir. Allah əcrləri o gecə paylayır. Və beşincisi, buyurur ki, mənim ümmətimə hədiyyə olunub. Ramazan ayında onun ağzından gələn qoxunu Allah buyurur ki, mən müşk-i ənbərin qoxusundan çox sevirəm. Mənim yanımda ondan çox dəyərlidir. Amma kimlərə veriləcək bu hədiyyələr? Bütün oruç tutanlar üçündürmü? Hədisdə buyurur ki, bunun şərtləri var. İnnə mən təməssəkə fi şəhri Ramazan bi sitti xisal. Hər kim Ramazan ayında bu 6 şərtə riayət eləsə, bu 6 xüsusiyyət olana bu hədiyyələr veriləcək. Qəfərallahu ləhu zunubəhu. Allah onun günahlarını bağışlayar. Ən yəhfəzə dinə. Birinci şərti budur, insan dinin qorusun, dininlə müğayət olsun. Din alınıb satılası bir şey deyil. Dininlə insan müğayət olmalıdır. Hər şey əlimizdən gələr, gedər. Gedənlər bərpa olar. Nə qədər ziyanlarımız olsa təlavi olar. Amma din əldən getsə mümkün yoxdur. Dinlə insan müğayət olmalıdır. Və yəsunə nəfsəh. İnsan öz nəfsindən müğayət olmalıdır. Çünki nəfs cilovlanmayan bir at. Bir an nəzarətsiz buraxsaq, üsyan eləyəcək. Və yəsilə rəhmə, silə rəhmi gücləndirək. O qohum, o dost, o tanış, hər kimlə ki inciliyimiz var bu gecə. Allaha söz verək ki, Allah, mən onları bağışladım və günü sabahda gedək onları ziyarət eləyək. Ki, bu gecə Allahdan bağışlanmaq, diləmək üçün üzümüz olsun. Və la yuzəl carəh. Dördüncü şərt budur ki, qonşularına əziyyət verməsin. Bir adam ki, qonşularına əziyyət verməsə, bu hədiyyələr onun üçün var. Və yərə ixvanə və qardaşlarının haqlarına, hüquqlarına riayət eləsin. Hüquq məsələsi çox ciddidir. İnsanların haqqına riayət eləyəcək. Heç narazı bir kütləyə çevrilməyək. Heç şikayətçi bir kütləyə çevrilməyək. Bəzi hallarda, məsələn, bəzən bir cür bir hal yaranıb, irad bildirmək xüsusiyyəti yaranıb hamımızda. İrad bildirmək də yerindədir, yaxşıdır, gözəldir, inkişaf üçün dəyərlidir, lazımdır. Amma irad şərti budur, bir, can yanğısı ilə olmalıdır, islahat üçün olmalıdır. Yəni, bir adama bu iradı bildirirsən, buna görə bildirirsən ki, bu şey təkrarlanmasın. Deyirsən ki, bu şey olmaz. Məsələn, dostdur, bir xüsusiyyətindən, bir sənə qarşı rəftarından xoşun gəlmir, ona bildirirsən ki, bu şey eləmə. Gələn səfər təkrar etməsin də, deməsən bir dəfə, 3 dəfə, 5 dəfə, o da bilmir ki, o da hər dəfə təkrar eləyər. Sən bunu gərək bildirərsən ki, o bilsin ki, bunu təkrar etmək olmaz. Bir şərti budur, islahat üçün olmalıdır. İkinci şərti budur ki, hər dəfə çatışmamazlığın deyirsən, heç o adamın bir yaxşı xüsusiyyəti yoxdur. Əgər heç vaxt yaxşısını qabartmırsansa, hər vaxt nöqsanların qabardırsansa, demək, səmimi deyilsən. Özün də bunu bilirsən. Səmimi insan budur ki, dükkan filan kəsin filan işi var. Bir dənə yaxşı işini görəndə təbliğ edir onu. Yaxşı iş gördü ya.
sən bunu eləyən pis işində irad bildirəndə məqbuldur, qəbul olunacaq. Amma heç ki onun çatışmamazlığını sən önə gətirirsən, deyirsən, danışırsan, heç vaxt onun yaxşı tərəfini təbliğ etmirsən, o zaman səmimiyyət yoxdur ortada. Və altıncısı, və yaxzuna lisanə, insan dilinə sahib çıxacaq. Bu ayda bu hədiyyələri istəyən insan öz dilinə mütləq sahib çıxmalıdır. Və dedik ki, bu ay vilayətə bir bağlı aydır. İmam Sadiq əleyhissalam bir dəfə əshabı ilə əyləşmişdi. Əshabından xəbər aldı. Dedi ki, Allah Rəsulü gətirdiyi şəriətin içərisində ən vacib hökm hansıdır? Bir nəfər qalxdı, dedi ki, Yəbnə Rasulullah, namazdır da. Namaz dinin sütunudur. Əs-salatu əmudur din. Bu sütunlar olmasa, məsciddə qalmaz. Demək ki, əsası namazdır da din. İmam Sadiq əleyhissalam oldu ki, xeyr, namazda üzürlər var, bəzi üzürlər var da namazda. Məsələn, səfərdəsən, deyir, 4 qılma, 2 qıl. Xəstəsən, deyir, yox, uzanan yerdə qıl. Birdən indi yatdın, qaldın, heç qıla bilmədin, deyir, yox, qəzasındır. Və üzürlər var da namazda. Bir nəfər qalxdı, dedi, Yəbnə Rasulullah, o zaman orucdur. Dedi ki, xeyr, orucda da bəzi güzəştlər var. Allah deyir, məsələn, xəstəsən, tutma. Allah boynundan götürür. Səfərdəsən, tutma. Yaşlı qocalara Allah vacib eləmir. Boynundan götürüb. Biridir də onda Yəbnə Rasulullah həcdir də. Həccin barəsində, məsələn, hədislərimiz var ki, hər kim boynuna həcc gəlsə, yerini yetirməsə, dünyadan Yahudi və yaxud Nəsrani simasında gedər. Burada ki, xeyr, həccin də üzürləri var. Pulun yoxdursa getmə. Sağlamlığın yoxdursa getmə. Yol təhlükədə deyilsə getmə. Yəbnə Rasulullah, bəs o zaman nədir? Buyurdu ki, biz vilayət. Vilayətin heç bir halda üzrü yoxdur. Vilayətdən kənar düşmək üçün heç bir səbəb yoxdur. Heç bir üzr yoxdur. Nə deyib də Allah hüccətindən kənar düşməsən? Axı, Allah ilk şəxsdən nümunə göstərib. İlk şəxs ki, Allah hüccəti ilə Həzrət Adəm əla nəbiyyina və aleyhi və aleyhissalam, ona səcdə etməyən iblisin 6000 illik ibadətinə baxmayaraq o cənnətdən qovuldu. Allah dərgahından qovuldu və lənətləndi. Bundan sən ibrət götürmədin. Yəni, Allah hüccəti ilə sənin problemin nədir? Onu düşün. Allah hüccətini qəbul etməməkdəki problemi tap. Nə səbəb olur ki, içində daim bir şey qaynayır onlara qarşı. Hər vəcidə onlara qarşı bir söz axtarırsan düzəltməyə. Zahirdə insanları aldadırsan, deyirsən, biz Əhl-i Beyti sevirik. Mən təəssüf edirəm ki, bəzən bizim möminlərimiz də o cür hilələrə aldanırlar. Görürsən, bir dənə əhl-i xilafdır. 2 kəlmə İmam Həsənlə, İmam Hüseynlə, Həzrət Əlidən danışdı. Bizimkilər götürdü qoyda. Sağ olsun, bax, bu da hidayət aldı. Sən də özünü özünü aldadırsan. O səni aldadır, sən bilsin ki, aldandın. Əcəb oğlansan. Vilayəti qəbul edən, imaməti qəbul edən, 2 addım moizə atandan sonra demir ki, İmam Həsən Həzrət Əli də ondan şikayətlənirdi. İmam Həsən həmən şəxsiyyətdir ki, Allah Rəsulü buyurdu, cənnət cavanlarının ağasıdır. Hər fürsətdə xanım Zəhrayı böhtan demədilər. Hər fürsətdə Həzrət Əli əleyhissalama böhtan demədilər. Qədir-xum kimi əzəmətli hadisəni nə qədər çirkin niyyətlə gəlib örtməyəsin. Dedilər ki, bəs Həzrət Əlinlə əshabın arasında bir incilik olmuşdu. Allah Rəsulü da bu inciliyi aradan götürmək üçün ki, yaxşıda Əlidən incimiyim də. Bu cür çirkin oyunlarla Əhl-i Beytə hər dəfə şər böhtan vurdular.
Xanım Xədicə salamullahi aleyhaya belə iftiralar atdılar ki, başqa xanımların tarazlıq yaratsınlar, balans yaratsınlar. Nədir ki, xanım Xədicə salamullahi aleyha, xanım Fatimə Zəhra salamullahi aleyhanın anası. Nədir ki, vilayətin carçısıydı. Nədir ki, imaməti qəbul eləmişdi. Demək ki, insan özünü təhlil eləsə, başa düşər ki, bunun Allah hüccətləri ilə bir problemi var. Qaynayır, daşır bunda hər dəfə. Hər fürsətdə bir söz deyir. Ona görə bu gecənin şəhidi ki, Qədir gecəsində şəhid oldu, onun vilayətini qəbul edib, dərk edib, onda sabit qalmaq çox mühüm məsələdir. Və bu gecənin dualarından da biri bu olmalıdır ki, biz zamanə imamımızı tanıyaq, zamanə imamımıza bağlana bilək. Onun bizdən gözləntilərini tapa bilək. Bizdən istəkləri nədir? Görəsən, zamanə imamı bir, məni necə görmək istəyərdi? Sanki getmişəm, qarşısında oturmuşam, mənə icazə verilib, zamanə imamından görüşmüşəm. Görüşsəm nə deyəcəkdim? Gedib onunla da selfie çəkdirəcəkdim. Ki, ağa imam zamanı gördüm, tez şəkil çəkdirim, paylaşım sosial şəbəkələrdə. Allah hüccətini görmüsən, insan bir sual verməlidir ona. Ağıllı insanın sualı bu olmalıdır. Ağa, mən necə görmək istəsəm, mən neynəsəm, sən məndən razı qalarsan. Bir, fərdi sual. İki, ictimai sual. Allah bizim cəmiyyətdəki fəaliyyətimiz nədən ibarət? Cəmiyyət olaraq bizi necə görmək istəyirsiniz? Biz cəmiyyət olaraq necə yaşayaq, necə rəftar eləyək, bizdən razı qalasınız? Bu sualı sanki biz soruşmuşuq, bizə də cavab verib. Gəlin, belə düşünək. İmam zaman sizcə deyər ki, mən xoşum gəlir ixtilaflar içində olansın cəmiyyətimizdən. Siz bir-birinizin ətin yiyəndə biz şad oluruq. Siz bir-birinizlə razılaşmayanda bizə ləzzət edir. Siz pərakəndə yol gedəndə biz ləzzət aparırıq. Görəsən, İmam zaman belə bir şeydən razı olar. Hamımız bilirik ki, olmaz. Hamımız and içə bilərik. İmam zamandan soruşmadan da yəqinlə Qurana basıb and içə bilərik ki, İmam zaman belə bir cəmiyyətdən acığı gəlir. O zaman o cəmiyyətin yaranması üçün nə edirik? İçimizdəki kin, kudurət, şəxsi mövqelərimizi kənara qoymağa bacara bilərikmi? Bu mümkündürmü? Əlbəttə ki, mümkündür. İstəsək mümkündür. Əgər şəxsi mövqeyimizdən bu dinə baxmasaq, şəxsi çıxarlarımızdan dinə baxmasaq, bu mümkündür. Və onların görmək istədiyi həmin cəmiyyətdir. Və o Ərbəin ziyarətini ki, bizə çox tövsiyə ediblər, Ərbəin ziyarətində bizə bir mexanizm göstərirlər. Deyirlər ki, baxın, belə bir cəmiyyət təqribən bizi başa düşə biləcəyimiz bir şey bizə təqdim edirlər ki, təqribən belə bir cəmiyyət biz istəyirik. Orada hamısı qarışıb bir-birinə, heç kimin heç kimlə problemi yoxdur, hamı bir-birinə xidmət eləməyə çalışır. Orada ən yaxşı insan daha çox xidmət eləyən insandır. Orada mən ağayam, mənim xidmətimdə diyanın anlayışı itir. Orada mən nökərəm, mən daha çox ağamın zəvvarlarına xidmət etməliyəm, önə keçir. Bunu görən şəxs, fərd gəlib öz cəmiyyətində də bunu tətbiq eləməlidir. Mən nə qədər xidmət eləyə bilərəm? Nə qədər mənim potensialım var xidmət eləmək üçün? Nə qədər bacarıqlar Allah məndə qoyub bu xidmətlər üçün? Və Allah bu bacarıqları, bu istedadları bizdə qoyub. Bəzən o istedadlarımızı elə acı yerlərdə istifadə edirik. Birinə hilə qurmaq üçün istifadə edirik. Demək ki, mənim potensialım var da, demək ki, başım işləyir də, nə olardı bunu yaxşı səmtdə istifadə eləsəydim. Ona görə bu
ictimai məsələlər də bu gecələrin mühüm məsələləridir, bu gecənin düşünməli məsələləridir. Yəni, Həzrət Loğman əleyhissalamdan bir hədislə istəyirəm sözümü tamam edin. Həzrət Loğman Peyğəmbər deyil, hikmət sahibidir. Amma o qədər əzəmətli bir hikmət sahibidir ki, Allah gəlib onun barəsində bir surə nazil edib Quranda. Loğman surəsi. Və Loğmanın oğluna vəsiyyətlərini Allah ayə çevirib Quranda gətirib. Gör, nə qədər dəyərli bunun nəsiyyətləri olub ki, Allah ayə olaraq onları göndərib. Loğmanın sözünə dəstəmasız əl vura bilmərsin. Gör, kimdir Loğman? Həzrət Loğman deyir ki, mən 4000 Peyğəmbərin xidmətində olmuşam. 4000 Peyğəmbər. Ömrü uzun olub və bilirsiniz də, bəzi zamanlarda Peyğəmbər çox olub. Məsələn, axirət zamanda bir Peyğəmbər var idi, İslam Peyğəmbəri. Amma elə zamanlar olub ki, eyni vaxtda görürsən 50 Peyğəmbər olub, hər məmləkətdə bir Peyğəmbər olub. Həzrət Loğman deyir, mən 4000 Peyğəmbər xidmətində oldum. 4000 Peyğəmbərin sözünü, təbliğini cəmlədiyim yekun 4 dənə sözdən ibarət biləm onu. Oğlumu 4 dənə sözü sənə deyirəm, yadında saxla. 4000 Peyğəmbərin sözü bu 4 sözdən ibarətdir. 1. Namazda qəlbini qoru. Namazda qoyma qəlbi və başqa məsələlər gəlsin, girsin. Allahım üçün namaz qılıram. Elə bir həmd bir qulf Allahla qıl bu namazı. Elə qunutunda da bir salavatdır, bəsdir. Rükû səcdəsində də 3 dənə Subhanallahdır, kifayətdir. Amma bunları Allah üçündür. Lazım deyil ki, namazın həmdindən sonra Fil surəsini oxuyasan, qunutunda bir uzun dua deyəsən, zikrinlərini uzadasan, amma içində başqa bir şeylər olsun. Buyurdu, namazda qəlbini qor, Allah üçün olsun. Bu qədər sadə. 2. Süfrədə boğazını qoru. Süfrə kənarına oturdun, tez hücum çəkmə süfrəyə. Bax gör, halaldırmı, haramdırmı? Bax gör, o süfrənin, sahibinin pulu halaldır, haramdır. Var xumsun zəkatını verən adamdır, yox. O yaxşı kişilər var idilər, Allah rəhmət eləsin, dünyasını dəyişiblər. O evlərdə ki, gedirdilər, çörək yedirlər, bilirdilər, xumus verən adamdır, zəkat verən adamdır. Təqribən yediyini hesablayırdı, gəlirdi evə çatanda o qədər yediyinin miqdarı qədərin xumsunu çıxardırdı ki, müstəhəbbidir, verirdi. Ki, boğazından haram dişə keçməz. Deyiblər, diqqət edin, haram loğma elə bir şeydir ki, Əli ibn Əbi Talib əleyhissalamın məhəbbəti buradadırsa, haram tikə bura düşdüsə, bunu sıxışdırıb çıxardır. Çox demişikdə o, Əbu Zər gəldi bir gün evdə, gördü ki, evdə bal var. Xəbər aldı, bu bal hardandır? Dedilər ki, bəs Muaviyə hədiyyə göndərib. Dedi, bu baldan kimsə yeməyib. 5 yaşında qızı var idi Əbu Zərin. Dedilər ki, bu uşaq yiyib. Bir qaşıq yedi. Bir çıxartdı çölə, barmağını saldı, qusturdu uşağı. Dedi, o qədər təhlükəlidir. Muaviyənin göndərdiyi zahirən şirin bal zəhərdir. Daxil olsa mədəyə Əli sevgisi çıxar o qəlbdən. Bunu gördüklər ki, süfrə kənarında boğazınıza diqqət edin. Qonaq getdiniz gözünüzə diqqət edin. Həzrət Loğman deyir, qonaq getdiniz gözünüzə diqqət edin. İffət, iffət, iffət. Bugün cəmiyyət, dindar cəmiyyətin xanımlı, kişili, çatışmayan böyük nöqsanı iffət mövzusudur. Çox vacib bir məsələdir. Çox danışmışıq, vaxtımız da məhduddur. Tarixdə necə günahkar insanlar hidayət tapıblar, danışmışıq da birinin barəsində. O İsfahanlı, o bir nəfər hər günah edən adam var idi. Axırda gəldi, Həzrət Əlinin hərəmində dəfn ediblər onu, o günahkarı. Dostu deyir ki, mən bilirəm, onun hidayət olmasının səbəb bu ki, çox iffətli kişiydi. Hər günah eləyirdi, amma iffətli idi. Dördüncüsü, cəmaatın içində deyiblər, dilinizi qoruyun. Bu dil həlakət üzvüdür da. Bir parçadır, insanın həlakət səbəbidir. Ona görə bu gecələr gələk deyək ki, Allah,
Bu gecə istiğfar elədik, bilirik ki, bağışlayalım. Çünki bizə deyirlər, bu gecə heç kim şübhə etməsin ki, Allah görəsən məni bağışladı, yoxsa yox. Yəqin bilək ki, Allah bu gecə bizi bağışladı. Bu mütləqdir. Ehtiyac yoxdur, işıqları söndürmünüz, zikri müsibət əzadarlarımız yoxdur. Deyək ki, Allah, bilirəm ki, bağışladım. Bağışlayandan sonra səndən bəzi hədiyyələr mən bu gecə istəyirəm. Biri budur, bu gecə qəlbimi sənə təhvil verirəm, al paçla qaytar özümə. Özdə deyiblər böyüklər ki, fərd deməyin günahları. Məsələn, Allah, mən bilirəm ki, qəlbimdə misal, kin var, bunu təmizlə, deyiblər, bu cür deməyin. Qəlb gizli bir evdir. Mümkündür, bəzisini sən görürsən, bəziləri gizlənib sən görə bilmirsən. Bəzi mənəvi günahlar var ki, qəlbimizdədir. Amma mənim xəbərim yoxdur özümün onlardan. Deyiblər ki, dünkü Allah, al bu çirkli, paslı, qaralmış qəlbi verirəm sənə, bu gecə paçlı özümə qaytar. Mən bildiklərimi də təmizdir oradan, mən bilmədiklərimi də təmizdir oradan. Mən istəmirəm səndən başqası qalsın o evdə. Bir istəyimiz bu olsun. Bir istəyimiz bu olsun ki, Allah bizi hüccətlər və məhəbbət bəsləyərək, hüccətləri sevərək, onların görmək istədiyi kimi fərd və onların görmək istədiyi kimi cəmiyyət qurmaqda mənə kömək ol. Fikirləşməyimi, elə bir cəmiyyət qurulsun, mən də o cəmiyyətdə yaşayayım. Rahat tələb olmayaq. Hamımız fikirləşirik ki, mən gedim o cəmiyyəti, misal onun üçün çəkirəm də, mən gedim Kərbəlayı, mənə də qulluq eləsinlər. Ərbəyinə gedim, mənə də qulluq eləsinlər. Nə var yetişkən bir insan olacaq ki, mən gedim, mən qulluq edeyim. Bax, buna hasan yetişəcəyik biz. Mən gedim, qulluq edeyim orada. İndi deyim ki, Allah, mən bu cəmiyyətin içində yaşamaq üçün bu cəmiyyəti istəmirəm. Deyirlər, gözəl bir cəmiyyət olacaq, İmam Zaman cəmiyyəti, heç kimin işi olmayacaq, təhlükə olmayacaq, kasıblığı olmayacaq, qorxu olmayacaq, mən də rifahda yaşayayım, kürəyimi yapışdırım, rahat yerə oturum. Yox, bunu istəmirəm, Allah. Mən istəyirəm ki, o cəmiyyətin yaranmasında mənim rolum olsun. Mən fayda verim o cəmiyyətin qurulmasında. İştirakçılardan olmaq istəyirəm. Çətin yoldur, bilirəm. Peyğəmbər zamanından bu günə qədər o yolun iştirakçıları, o yolu qurmağa çalışan insanlar əziyyət çəkirlər. O əziyyətlərdə də mən də iştirakçı olmaq istəyirəm. Belə bir cəmiyyətin qurulmağını istəyirəm mən. Qurulmasında iştirakçılardan biri, köməkçilərdən biri olmaq istəyirəm mən. Mən istəyirəm ki, İmam Zamanın dua etdiyi şəxslərdən birinə çevrilim. Mən böyük iddia eləmirəm, yenə deyirəm, mən istəyirəm Allah, mən istəyirəm ki, bu gecə İmam Zaman hansısa məsciddə oturub, bilmirəm, Səhla məscidində oturub, Kufə məscidində oturub, Kəbə evində oturub, Bəqidə oturub, harada oturub mən bilmirəm. Bu gün duaları edir İmam Zamanı. Mən istəyirəm ki, bir dəfə adımı dilinə gətirsin. Mən istədim. Rahat ol, sən də istə. Ən azı, bilirsiniz bu məsələ nədir? İmam Zaman görsün ki, mən çalışıram ki, onun dilinə gələn şəxslərdən biri olum. Mənim belə bir səyim var. Bu kifayətli olarsın. Bunu biz təqdim eləyək, bunu biz göstərək onlara. Bugün deyim ki, Allah, mən bağışladım. Mən bağışladım. Əziyyət verən oldu mənə, böhtan deyən oldu mənə, təhqir deyən oldu mənə, haqsızlıq eləyən oldu mənə, malımı qəsb eləyən oldu. Və sair və ilaxır da yadına sal, kimlər sənə nə eləyib. Deyilən ki, Allah, mən bağışladım. Mən nə qədər geniş qəlbli biliyəm ki, mən bu qədər bağışlayandan sonra sən də bağışlamayasan. Mənim bağışlamağım ara, sənin bağışlamağım ara. Mənim səxavətim ara, sənin səxavətin ara. Mən cılızam, zərrəyəm. Mən bunu eləyə bilirəmsə, sən bundan artıqını eləyəcəksən. Mən bağışladım. Bu gecə deyir ki, Allah, mən səndən tövbə sındırmadan yoruldum, utandım. Xəcalət çəkirəm səndən danışanda. Bu gecə tövbə eləyirəm.
bir cür tövbə edirəm ki, günahlarımı bağışla, elə bağışla ki, məni utandırmadan məni bağışla və bir daha tövbəmi sındırmamaq üçün mənim əlimdən möhkəm yapış. Tut əlimdən qoyma. Bunu istəyək Allahdan. Bunu istəyək Allahdan ki, Allah daim. Dünya doydu iman zamansız yaşamaqdan. Dünya fəsadla doldu, dünya zülmlə doldu, dünya qətllə doldu. Dünyada haqq məzlum oldu, nahaq tapdadı onu göz qabağında. Dünyanın harasına üzümüzü çevirir, görür günahsız insanlara qətl olunur, heç bir səbəb olmadı. Allah, imam zamansız cəmiyyətdə yaşamaq çətindir. Mən səndən istəyirəm ki, bu il imam zamanın gəlişi ilə olsun. Bəli, biz ona hazır deyirik, amma Allah, sən onun gəlişini tezləşdir. Bunları Allahdan istəyir bu gecədə, böyük şeylər istəyir. O kiçik şeyləri Allah verəcək, əzizlərim. Bizə böyüklər deyirlər ki, bu gecələrdə o xırda para dünya məsələlərini heç yadınıza salmıyor. Qadağan eləmir. İstəmək olar, adamın müşkülü var, istəyə bilər. Amma deyirlər ki, heç yadıva salmasın, Allahın lütfü böyüdür, kərəmi böyüdür, onları verəcək. Əsas məsələləri biz Allahdan istəyir ki, Allah bizim o düşüncələrimizin böyüdüyünü görsün. Görsün ki, mən bu il biraz fərqli gəlmişəm, samballı gəlmişəm qapısına. Elə xırda para məsələlərlə oynamaq üçün gəlməmişəm. Allah onu ver də, bunu ver də, çörək də ver, su da ver, deyir, yaratmışam, narahat olma, verəcəyəm. Allah bəzən Allahın şənində deyil, bu cür şeylərdə baxır, bizə gülür. Şimdi mən bunu ne üçün yaratmışdım, bu neylərlə məşğuldur? Allah bizi çox böyük şeylər üçün yaratmışdır. Yenə deyirəm, qayıdıram sözümün əvvəlinə. Allah bizi Əbazər olmaq üçün yaratmışdı. Allah bizi Miqdad olmaq üçün yaratmışdı. Allah bizi Səlman olmaq üçün yaratmışdı. Biz gəldik, biz olduq. Amma fürsətlər var, imkanlar var. İnşallah ki, bu gecələrdə, dualarımızda həm də bir-birimizi unutmayaq. Bir-birimiz üçün dua edək. Bir-birimiz üçün olunan dualar Allah dərgahında qəbuldur. Allahın verək izzətinə, cəlalına, kərəminə, lütfüne, əzəmətinə. Bu dəqiqələrə qədər əgər bağışlanmamışdıqsa, bu dəqiqələrdə bizləri bağışlanmış bəndələrindən qərar versin inşallah.